Salam, hər vaxtınız xeyir olsun. Ekspert rəyi efirdədir. Bugün biz əmək bazarının ən vacib mövzularından birini müzakirə edəcəyik. Peşə hazırlığı kursları haqqında danışacağıq. Bu kurslar nə dərəcədə vacibdir, əhəmiyyətlidir? Bu kursların həyata keçirilməsində dövlətin və vətəndaş cəmiyyətinin rolu nədən ibarətdir və bu kurslar əmək bazarının tələblərinə nə dərəcədə uyğundur və həmçinin də vətəndaşlarımızın əmək bazarında imkanlarının genişləndirilməsində hansı rol oynayır? Bugünkü qonaqlarımızla bu haqda danışacağıq və mən qonaqlarımızı, ekspertlərimizi təqdim etmək istəyirəm. Vətəndaşların Sosial Rifahı naminə İctimai Birliyin sədri İradə Rizazadə. İradə xanım, salamlayırıq sizi, xoş gəlmişsiniz. Və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Peşə Hazırlığı Departamentinin müdiri Namiq Məmmədov. Namiq müəllim, xoş gəlmişsiniz, salamlayırıq sizdə. Çox sağ olun ki, bizə vaxt ayırdınız və dəvətimizi qəbul etdiniz. Namiq müəllim, elə ilk sualı istəyərdim sizə ünvanlayım. Peşə hazırlığı kursları bugün əmək bazarında hansı rolu oynayır, hansı boşluğu doldurur? Çox sağ olun, minnətdaram həm mövzu seçiminə görə, həm də suallara görə. Bilirsiniz, əmək bazarı çox çevik, sürətlə dəyişən bir tendensiya üzrə inkişaf edir və bugün istər işə götürən təşkilatlar, istər iş axtaran vətəndaşlarımız bu çevik dəyişikliyə cavab vermək üçün mütəmadi olaraq öz bilik və bacarıqlarını təkmilləşdirməlidir, yenilənməlidirlər. Yəni, bugün ənənəvi üsulla desək, əldə etdiklərimiz bilik və bacarıqlar bir müddət sonra artıq tələb yönümlü olmur və bu baxımdan bu bacarıqların, bu biliklərin yenilənməsinə ehtiyac yaradılır. Yəni, rəqabətə davamlı olmaq üçün daim inkişaf etmək lazımdır. Əgər əmək bazarında davamlı olmaq istəyirsinizsə, rəqabətə qabiliyyətli olmaq istəyirsinizsə, əgər yüksək iş yerləri uğrunda mübarizə aparmaq istəyirsinizsə, daim təkmilləşməlisiniz. Və bugün Beynəlxalq Maliyyə İnstitutu adında verdiyi hesabatlarda bu məsələ önə çəkilir ki, həm işə götürən təşkilatlar hansılar ki, öz işçilərinin peşə hazırlığının inkişafına vəsait sərf etməlidirlər və bu halda yalnız ayaqda dura biləcəklər və eyni zamanda iş axtaran vətəndaşlar və yaxud da ki, işgüzar fəaliyyətdə irəli getmək istəyən vətəndaşlarımız əgər inkişaf etmək istəyirlər ki, mütəmadi olaraq formal və ya qeyri-formal yolla öz bilik və bacarıqlarını inkişaf etdirməlidir. Namiq müəllim, sizin dediyinizdən belə çıxır ki, bu peşə hazırlığı kursları çoxlarının düşündüyü kimi heç də yalnız işsizlərə aid deyil. Hətta işləyən insanlar belə bu və ya digər kurslarda mütəmadi olaraq inkişaf etməlidirlər ki, öz rəqabətə davamlılıqlarını artıra bilsinlər, rəqabət qabiliyyətliliklərini artıra bilsinlər və peşəkarlıqlarını yüksəldə bilsinlər ki, əmək bazarında öz istədikləri mövqeyi tuta bilsinlər. Bu, yalnız Dövlət Məşğulluq Agentliyinin peşə kursları olmaya da bilər, başqa kurslar da ola bilər, düzdürmü? Bu, mütəmadi olaraq qeyd etdiyimiz çağırış həm lokal əmək bazarının çağırışıdır, həm də beynəlxalq əmək bazarının çağırışıdır ki, mütəmadi olaraq təkmilləşmək lazım. Ömür boyu təhsil konsepsiyası bugün əvvəlki illərdən fərqli olaraq daha çox aktuallıq kəsb etməyə başlayır. Bəs indi Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan peşə kurslarında əsas prioritet istiqamətləri nələrdir? Nələrə önəm verilir? Hansı peşələrə daha çox üstünlük verilir? Çox yaxşı sualdır. Yəni, əgər təhlillərimizə baxsaq, əvvəlki illərlə təhlillərimizə baxsaq, bizim kursların təşkilində də dəyişikliklər baş verir və xüsusən də əgər əvvəlki illərdə xidmət, turizm, yaşa xidməti sahəsində daha çox kadr hazırlığına ehtiyac yaranırsa, artıq son illərdə vətəndaşlarımız digər sahələrdə, misal üçün data analitika, marketinq, insan resurslarının idarə edilməsi, IT ixtisaslar, kompüter ixtisasları üzrə peşələrə, həyat fəaliyyətinin təhlükəsizliyi ilə əlaqədar olaraq peşələrə daha çox maraq göstərməyə başlayırlar və bu da əlbəttə ki, əmək bazarında baş verən dəyişikliklərlə əlaqədardır. Eyni zamanda biz bu ildən başlayaraq beynəlxalq sertifikatların da tanınması prosesinə gedirik. Çünki təhlillərimiz göstərir ki, bugün istər ali məktəblərimiz, istər orta ixtisas təhsil müəssisələrimiz, istər peşə təhsil müəssisələrimizin təqdim etdiyi bilik və bacarıqlarla yanaşı və yaxud təqdim etdikləri diplomlarla yanaşı, bugün əmək bazarının iştirakçıları eyni zamanda beynəlxalq aləmdə tanınan və müəyyən kriteriyalara əsaslanaraq əldə edilən diplom və sertifikatlara da üstünlük verilir və bu tələbatı ödəmək məqsədi ilə
artıq 20-dən artıq ixtisas üzrə biz bir sıra beynəlxalq sertifikatların da tanınmasını həyata keçiririk. Deməli, məsələ yalnız müəyyən biliklərə yiyələmək deyil, həm də bu bilikləri yiyələmənin təsdiqini əldə etmək, bəli. sertifikatların əldə olunması vacibdir. Və bugün yerli işə götürənlər də bir sıra hallarda təkcə yerli təlim müəssisələrinin sertifikatlarını deyil, eyni zamanda beynəlxalq qurumların da tələb etdikləri sertifikatların da artıq iş axtaranlarda olmasını bir zərurət kimi görürlər və bu kimi vətəndaşlara daha çox üstünlük verirlər və bu zərurəti nəzərə alaraq biz beynəlxalq sertifikatlarla əlaqədar olaraq proqramlarımızı genişləndiririk. Nə gözəl, çox yaxşı. İradə xanım, mən istərdim siz də vətəndaş cəmiyyətinin fəal üzvlərindən biri olaraq bu məsələyə öz münasibətinizi bildirəsiniz. Məhz ona görə sizi dəvət elədik ki, cəmiyyətdə bu peşə kursları haqqında hansı fikirlər formalaşıb, nə dərəcədə populyardır bu peşə kursları və onların müasir tələblərə uyğunluğu haqqında nələr danışılır? Bu haqda sizin fikrinizi eşidək. Təşəkkür edirəm. Deməli, Namiq müəllim indi çox gözəl vurğuladı və müəyyən artıq o irəliləyişlər nələr var. Çünki doğrudan da insanlar hansısa bir peşəni deyək ki, bilir, neçə illərdir işlətməyibdir, indi işlətmək fikrindədir. Amma müəyyən tələblər var və bu tələblərə uyğun gərək insan özü də öz üzərində o işləmə prosesini aparsın. Və bugün mən baxıram ki, artıq dövlət tərəfindən də müəyyən şəraitlər artıq yaradılır, bu yeniliklər də var. Bilirsiniz, mən həmişə deyirəm ki, maarifləndirmə məsələsi ictimai birliklərin bilavasitə bu, deyərdim ki, vəzifəsidir. Çünki müəyyən insanlarla danışanda və onlara bu məlumatları verəndə mən başa düşürəm ki, indi elə bir dövrdür ki, açıb sayta girmək olar, baxmaq olar, amma indi bilirik ki, hamı onu edə bilmir ya da ki, elə bir şəraiti yoxdur onu etsin. Ona görə maarifləndirmə prosesi mütləq getməlidir. İnsanlar tək maarifləndirmə yox, eyni zamanda onların bax bu işdə nəyə nail olacaqlar, nələr olacaq, bunlara bir ruh yüksəkliyi yaratmaq prosesində mən düşünürəm ki, vətəndaş cəmiyyətinin rolu çox böyük ola bilər. Ona görə də biz düzdür bir dəfə ilə Namiq müəllim orada dəvət eləmişdilər və biz də iştirak elədik. Bərdədə getdik və Bərdədə biz o məşğulluq prosesi ilə orada insanların ora gəlməsini orada gördük. Deyək ki, orada şirniyyatla əlaqədar deyək ki, var idi, bir qrup var idi və mən orada gördüm ki, çox mütəxəssis orada o dərsi keçir onlar üçün. Əlbəttə ki, indi keçirlər, amma bizim üçün də maraqlıdır ki, sonraki nəticələr nə ola bilir. Bəli, və bunu da inşallah ki, biz dövlət qurumları ilə və özəl sektorla, bax bu üç belə bir, bilirsiniz, qurumun bir yerdə bir müzakirəsi, müəyyən təklifləri, bunlar səsləndirilməlidir, müzakirə aparılmalıdır ki, nəticə də yaxşı olmağa daha çox olsun. Əlbəttə. İnsanların biraz bugün deyək mən gənc nəsli istəyirəm daha çox vurğulayam ki, biraz bir də bizdə belədir. Dəb odur ki, yox getməlidir, ali təhsil almalıdır və s. Bu valideynlərin də belə bir istəyi olur. Əlbəttə ki, istək yaxşı bir şeydir. Amma indiki zamanda daha çox mən bir adi vətəndaş kimi də deyərəm ki, müəyyən peşəni bilmək, öyrənmək o deməkdir ki, o necə deyirlər, özünü və ailəsini dolandıra bilər. Mən nə qədər ali savadlı insanları görmüşəm, hansılar ki, keçiblər ikinci peşənin, yəni ki, öyrənməsinə və bu da müəyyən bir böyük rol oynayır. Ona görə düşünürəm ki, vətəndaş cəmiyyəti bu məsələdə biraz aktiv olmalıdır. Bəs sizcə bu prosesdə peşə hazırlığı kurslarında iştirak edənlərin qarşısına çıxan çətinliklər, suallar ən çox nələrdir və biz vətəndaş cəmiyyəti nümayəndəsi olaraq həmçinin siz nə edə bilərsiniz bu istiqamətdə? Mən müəyyən deyək ki, bax o peşə öyrətmə proseslərini keçən bir vətəndaşlarla da söhbət eləmişəm. Çox maraqlıdır. Deyək, vətəndaş çox böyük maraqla gedir, deyək ki, peşəyə, öyrənmək istəyir. Amma burada bir iki tərəfi biz nəzərdən keçiririk ki,
Bir tərəfdən ya o qutarandan sonra düzdür, mən bildiyimə görə məşğulluqda eyni zamanda onların işlə təmin olunmasında da müəyyən bir rolu ola bilibdir deyək ki. Amma işə deyək ki, iş təminatında ola bilər ki, tam gedə bilmir və bu yarımçıq qalır bu peşə. Bir də ki, bir məsələ, insanlar o peşəni yiyələnir, düzdür, məşğulluqda mən bilirəm ki, onlar eyni zamanda bu biznes planın yazmasını, müəyyən prosesi necə qurmasını, onu da öyrədirlər. Amma deyək ki, kimlərsə ya yeri yoxdur, çünki orada müəyyən tələblər var ki, orada yeri olmalıdır deyə hansısa bir peşəyə yiyələndisə, bax, yeri yoxdur. Sonra mən deyim ki, müəyyən vətəndaşlara da rast gəldim ki, bilirsiniz, iş var, bunlar yüksək əmək haqqı axtarırlar. Bu da bir problem yaradır. Çünki bu insan hələ düzdür o peşəni keçib. Amma işə götürən bunun bir görməlidir ki, bu hansı səviyyədədir. Çünki peşəni qutardı, o həmişə öz üzərində işləməlidir. Bax, bu prosesi biraz vətəndaşlar özləri anlamır. Elə bilir ki, bugün keçdim. Burada iki məsələ var da, orada bilirik ki, məşğul. Yüksək maaşlı. Bəli, yüksək maaş. Mən özüm neçəsi ilə rastlaşdım və onlara izah eləyə bilmədim ki, sən və məşğulluğa da mən müraciət etdim. Onlar da həmin şeyi dedi ki, bunlar yüksək maaşa nəzərdə tuturlar ki, buna getməlidirlər. Mən düşünürəm ki, hər halda vətəndaşlar da bilməlidir, sən bir gedişlə və o iş prosesində əlbəttə sən özü yaxşı göstərəcəksən, mütləq müdiriyyət də sənə o qiyməti verəcəkdir. Bəlkə sən heç onu doğrultmayacaqsan. Ona görə burada özdə vətəndaş bunu hər bir günahı atmaq deyək ki, ya dövlət qurumuna, ya işə götürənin boynuna, əlbəttə bu düz deyil. Bu düz deyil. Ona görə düşünürəm ki, vətəndaş həm bilməlidir, həm öz üzərində işləməlidir və irəli getməlidir. Burada bir vacib məsələ, əslində İradə xanım bu məsələyə ötəri olaraq toxundu. Peşə kurslarından sonraki proses, yəni peşə kurslarını bitirdi vətəndaş və çox yüksək nəticə əldə elədi ta ki, peşə kurslarında. Sonraki proses necə gedir? Bu peşə kurslarını bitirənlərin əmək bazarına, real əmək bazarına inteqrasiyası, onların həqiqətən iş tapması, bu yoxlanılırmı, yəni araşdırılırmı, bunun bir statistikası aparılırmı və nəticələr qane edicidirmi? İlk öncə qeyd edim ki, Dövlət Məşğulluq Agentliyinin nəzdində fəaliyyət göstərən peşə hazırlıq mərkəzləri və o cümlədən özəl peşə təlim müəssisələri ilə aparılan peşə kursları nəticə yönümlüdür. Yəni biz hər bir müəssisə ilə əməkdaşlıqda daha təlimi keyfiyyəti ilə yanaşı, eyni zamanda məzunların məşğulluq göstəricilərinin də yüksək olmasını tələb edirik və bugün o göstəricilərin aşağı olması ilk öncə həmin təlim müəssisələrinin gəlirliyinə təsir edir. Bilirsiniz ki, biz adam başına maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir bu peşə kursları və hər bir fərdə görə özəl peşə təlim müəssisələri də müəyyən bir ödəniş əldə edirlər və ödənişin 60%-i məşğulluq təminatına görə xərclənir, 40% isə təlim prosesinin təşkilinə görə. Bu baxımdan həm vətəndaş, yəni peşə kursuna yazılan müdavimlərimiz, həm Dövlət Məşğulluq Agentliyi, həm də özəl müəssisələr nəticələrin yüksək olmasında maraqlıdır və bu Dövlət Məşğulluq Agentliyi tərəfindən izlənilir. Çünki mütəmadi olaraq həmin vətəndaşların göstəriciləri, əmək müqavilələri təhlil olunur, hansı əmək haqqı əldə etdiyini, hansı müddətdə işlədiyini, nə zaman işə düzəldiyi haqqında bütün məlumatlar təhlil edilir və mütəmadi olaraq həm ictimaiyyətə, həm də ki, rəhbərliyə təqdim edilir. Mən bir statistik məlumatı qeyd edim ki, keçən il misal üçün 18.368 nəfər vətəndaşımız peşə hazırlıq kurslarından həm özəl peşə təlim müəssisələrində, həm də bizim nəzdimizdə fəaliyyət göstərən 4 peşə təlim kurs mərkəzlərində, o cümlədən İradə xanımın da qeyd etdiyi Qarabağ Peşə Hazırlıq Mərkəzində kurslara cəlb olmuşdular və onlardan 13.000-dən biraz yuxarı 13.166 nəfəri peşə kurslarını bitirmişdilər. Eyni zamanda qeyd edim ki, vətəndaşlarımız da peşə hazırlığına müraciət edərkən çox təlimlərə qatılmaq istəmirlər, mütəmadi olaraq. Çünki bizim kurslarımızın əsas şərtlərindən biri də ondan ibarətdir ki, 5 gün
təlimlər təmin edilməlidirlər və bu həftədə 5 gün təlimdə iştirak etməlidirlər və eyni zamanda müdavinlərimiz təqaüdlə də təmin edilirlər. Aylıq minimum əmək haqqının 50% məbləğində təqaüdlə də təmin edilir. Eyni zamanda əgər uzaq məsafədən gəlirlərsə, onların yol xərci də ödənilir. Yəni dövlət olaraq bugün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşlarımızın peşə hazırlıq kursuna cəlb edilməsi üçün hər cür şərait yaradılmağa çalışılır. Lakin müəyyən səbəblərdən, bəzən vətəndaşlar ailə səbəblərindən, bəziləri təlim vaxtlarında başqa iş tapırlar, bəziləri ümumiyyətlə fikirləşirlər ki, bu peşəni öyrənmək bunlar üçün hal-hazırki mərhələdə elə də prioritet deyil. Amma 13 mindən biraz artığı məzun olmuşdur və onlardan 8.100 nəfərdən artığı işlə təmin edilmişdir. Yəni 60%-dən çoxu işlə təmin edilmişdirlər. Yəni kursu bitirənlərin 60%-dən çoxu işlə təmin edilmişdir. Bir il ərzində onlar işlə təmin edilmişdir və biz eyni zamanda qeyd etdiyim kimi məzunların əmək haqqı intervalını da təhlil edirik və düzdür, əksər vətəndaşlarımız 400-700 manat məbləğində işlə təmin olunurlar, amma təqribən 10%-dən artığı 1000 manat və 1000 manatdan yuxarı olan işlərdə də cəlb olurlar. Bu peşədən asılıdır, bu işə götürənin tələblərindən asılıdır və eyni zamanda qeyd edim ki, Dövlət Məşğulluq Agentliyi iş yeri yaradan qurum deyil. Biz işə götürən təşkilatların müraciətlərini təhlil edərək bu müraciətləri ümumiləşdirib və vətəndaşlara təklif edirik və bu zaman biz də maraqlıyıq ki, vətəndaşlarımız yüksək əmək haqqlı işlərlə təmin edilir. Amma reallıq bundan ibarətdir ki, bugün işə götürən bir sıra parametrləri, bir sıra məsələləri nəzərə alaraq bu əmək haqqını təyin edir və Rəda xanım da qeyd etdiyi kimi mütəmadi olaraq biz nəinki məzunlarımızın eyni zamanda növbəti illər ərzində də karyera artımını da təhlil edirik və araşdırırıq və görürük ki, artıq o sahə üzrə ixtisaslaşmış mütəxəssislərimiz əgər 500-600 manatdan başlayırlarsa, bir ildən sonra əmək haqqları təqribən 2 dəfə artır və daha çox artıma meyil olur. Yəni bu baxımdan əlbəttə yeni bir peşəni öyrəndikdə, hətta ali təhsil müəssisələrini belə məzun olduqda biz hamımız o dövrü keçmişik, biz də məzun olduğumuz təqdirdə ilk iş yerimiz heç vaxt yüksək əmək haqqı ilə olmayıb, amma sonra tədricən əlbəttə ki, müəyyən performans göstəricilərimizə əsasən bu məsələlər də nəzərə alınır. Namiq müəllim, bəs bu istiqamətdə işə götürənlərlə əməkdaşlıq hansı səviyyədədir? Yəni, əmək bazarının tələbatını öyrənmək üçün məhz işə götürənlərlə əməkdaşlıq edilirmi? Onların rəyi öyrənilirmi və onların belə deyək, tələb etdiyi kadrlar bazara çıxarılırmı? Qeyd etdiyim kimi biz daha çox işə götürənlərin sifarişləri əsasında həyata keçiririk və bugün bizim 4 peşə hazırlıq mərkəzimiz, yəni Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən mərkəzlərimiz əksər təlimlər işə götürənlərin bazasında təşkil edilir və onların sifarişlərinə əsasən və bu sifarişlərin də əsas mahiyyəti ondan ibarətdir ki, əsas şərtlərindən, tələblərindən, biz tərəfdən olan tələblərindən biri ondan ibarətdir ki, minimum 50%-i həmin məzunların işlə təmin edilməsi təmin edilsin və ona görə də təlim proqramından tutulmuş bir sıra hallarda təlimçilər belə işə götürənlərdən cəlb olunur ki, həmin işə götürən real tələbləri nəzərə alınmaqla nəticələr əldə edilsin. Yox, təkcə bu, biz eyni zamanda kənardan da təlimçilər və yaxud da ki, başqa təlim proqramlarını da əlbəttə ki, təklif edə bilirik. Lakin bugün işə götürənlər bir sıra hallarda iki eyni yaşa xidməti müəssisəsi fərqli tələblər qoyur və bu tələbləri də nəzərə almaq üçün mütləq surətdə həmin işə götürənin mütəxəssisi də bu prosesdə iştirak etməlidir, izləməlidir, prosesin içində olmalıdır. Yəni təkcə kənardan izləyici kimi yox, eyni zamanda iştirakçısı olmaqla biz bu nəticələri əldə edə bilirik. Çox gözəl. İradə xanım, bir məsələni də istəyirdim, siz bu barədə danışasınız, siz fikrinizi bildirəsiniz. Təbii ki, Namiq müəllim qeyd elədi ki, işə götürənlərlə bu istiqamətdə əməkdaşlıq edilir və işə götürənlərin sifarişləri əsasında bu istiqamətdə müəyyənləşdirilir və s. Bəs biz işsiz vətəndaşların istəkləri nədir? Sizcə bu prosesdə nəzərə alınırmı? Yəni, gözləntilər doğrulurmu? Əmək bazarına çıxmaq istəyən və müəyyən peşəyə yiyələmək istəyən vətəndaşların tələbatları doğrulurmu bu peşə kursları vasitəsilə? Bilirsiniz,
Deməli, birinci o peşə kurslarını keçənlər bir tərəfdən o razılıqları var. Çünki necə dedi Namiq müəllim, onlar həm eyni zamanda da orada deməli vəsait də onlara ayrılır. Bəli, onlar bəli. onu da götürürlər. Amma deyək ki, mən indi o peşəni o qədər şeyləmirəm, özünə məşğulluğa istəyirəm bir balaca əsaslanam. Deyək ki, özünə məşğulluqda biz eyni zamanda müəyyən bu insanlar ki, o proqramda iştirak ediblər və müəyyən ləvazimat da alıblar, yerləri də var, işləyirlər. Elə oldu ki, biz həmin o proqramda əsas kimlər ki də məşğulluq idarəsi ilə, agentliyinə bir yerdə orada olduq və mən orada suallar verirdim düzü ki, bax necə olubdu, sizi qane edirmi, bax bu prosesdə hansı təklifləri daha da verə bilərsiniz və belə bir müzakirə apardım. Yəni məşğulluq Vətəndaşlarla yəni. Bəli, bəli, məşğulluq agentliyinin elə üzvləri də onu gördülər ki, mən əsasən ona çünki mənim işim o idi ki, mən gedim onların məmnunluğunu görəm və orada müəyyən deyək ki, səsləndirilirdi ki, burada deyək ki, həmin ora o gəlib o işçiləri ki götürür, çünki yaradıb, deyək ki, bir gözəllik salonu yaradıbdı və orada şərait yaradılıb, o da çox yaxşı işləyib, deyək bir avadanlıq veribsə onu artıra bilib, düzdür, bunu hamı eləyə bilmir, bax bunu da mən deyim, çünki yaradıb, orada icarə bilirsiniz, çox yüksək olur, vergi məsələləri, deyək ki, o dedi ki, mən işçi götürmüşəm, amma bax bu işçilərin vergi, sığorta yüksəkdir, bəlkə də müəyyən insanlar ki, bu işi belə başlayırlar, güzəştli formalar, düzdür, indi bu məşğulluq agentliyinin yox, amma müəyyən mənə elə gəlir ki, müəyyən danışıqlar bəlkə də getməlidir ki, çünki bu aldı, gəldi və bu problemlərlə üzləşir, bu artıq nə qədər güclü olmalıdır ki, bunu necə deyirlər, atlaya bilsin. Ona görə bu təkliflərini verir ki, bəlkə bu işçilərə həmin o hesablamalar biraz güzəştli olsun ki, bunlar bunu edə bilsinlər. Sonra mən elə düşünürəm ki, agentliyin eyni zamanda kimlər ki, artıq bu prosesi apara bilir, bunun inkişafına da deyək ki, nə dərəcədə deyək ki, bir 3 il, 4 il, 5 ildən sonra bu sadəcə mən bilirəm ki, bu araşdırmadır. Bu demirəm ki, elə bununla məşğul olsun, bu bir araşdırmadır və həmin o prosesdə iştirak edib, genişlənibsə ona bəlkə bir dəstəkdə gələcəkdə inkişafı üçün, deyək ki, hansısa bir aparaturanın, çünki orada belə bir söz olur ki, daha görsənir, müraciət edə bilməz də, çünki müraciət edibdir və s. Amma o bir aparatı da əlavə eləyəndə biz düşünək ki, yeni işçilər də götürə bilər. Bax, bu prosesləri mənə elə gəlir ki, bir müzakirə bir mövzusudur və biz bu araşdırmaları, sorğuları onlarla apardıqca bunu bir yaxşı olar ki, müzakirəyə biz həm gələcəkdə indi o işə götürənlər, sahibkarın özü ilə də bir ictimai tək agentliyin, məşğulluq agentliyi yox, orada deyək ki, indi ictimai şura var, deyək ki, oradan müəyyən nümayəndələr olsun ki, daha operativ və daha gözəl bir yollarını ki, bu da effekti daha çox açsın. Burada həm işə götürənlər, belə işləyənlər də artacaq, məşğulluğu yəni artacaqdır, keyfiyyət artacaq. Keyfiyyət də olanda əlbəttə ki, onda biz daha yeni bir məsələlərdən yenə də davamlı danışa bilərik. Aydındır. Namiq müəllim, sir deyil ki, regionlarda hələ də əmək bazarında peşəkar kadrların problemi daha qabarıqdır. Çünki etiraf eləyək ki, regionlarda peşəkarlar bu və ya digər ixtisasda peşəkar səviyyəsində olan insanlar hamısı paytaxtda axını var və onlar bu da təbii ki normaldır, çünki burada daha geniş imkanlar var, paytaxtda daha geniş imkanlar var, iş tapmağa yüksək maaş və s. Bəs bax bu peşə kursları ilə bağlı regionda vəziyyət necədir? Regionlarımızda bu istiqamətdə balans qorunurmu? Regionlarımızda peşə hazırlığı kursları tələblərə cavab verirmi? Və orada kursları bitirən vətəndaşlarımız, xüsusilə gənclər elə orada iş tapa bilirlərmi?
Bu sualı İradə xanım müəyyən qədər cavab verə bilmişdi ilk çıxışlarında ki, biz birlikdə bir dəfə Qarabağ Peşə Hazırlığı Mərkəzinə getdik. İctimai Şuranın da üzvləri üçün belə bir səfər təşkil edilmişdi və səfərin təşkilində əsas məqsədlərimizdən biri ondan ibarətdir ki, məhz regionda fəaliyyət göstərən bizim peşə hazırlığı mərkəzlərimizin təklif etdiyi xidmətlərin keyfiyyətini yüksəltmək üçün. Çünki bugün regionlarda iş yerləri ilə yanaşı eyni zamanda bu kadrları hazırlaya biləcək peşəkar yüksək səviyyəli təlim müəssisələrinin azlığı da problem təşkil edir. Bugün sir deyil ki, əksər peşəkar yüksək səviyyəli təlim müəssisələri konsentrasiya olublar Abşeron zonasında, Bakı, Abşeron, Naxçıvan, müəyyən qədər Gəncə zonasında, amma digər regionlarımızda qıtlıq vardır. Yəni peşəkar təlimçilik qıtlığı, peşəkar təlim müəssisələri qıtlığı və biz Dövlət Məşğulluq Agentliyi nəzdimizdə olan peşə mərkəzlərinin qapısını bütün belə peşəkar təlim müəssisələri üçün açıq elan eləmişik və bugün bir sıra təşkilatlarla birlikdə həmin müəssisənin dəki infrastrukturu olaraq təqdim etməklə bu cür təlim kurslarını təlim mərkəzlərimizin nəzdində açırıq və dəvət edirik və eyni zamanda yerli mən üzr istəyirəm, təlimçiləri də dəvət edirik, eyni zamanda təlim müəssisələrini də dəvət edirik və bizim infrastrukturdan birgə istifadəyə imkan yaradırıq. Çox gözəl. Və işə götürənlərə də şərait yaradırıq ki, bəli, siz əgər mütəxəssis axtarırsınız müəyyən səviyyədə və tələblərinizdən biri odur ki, təlimlər bu səviyyədə keçirsin, təlimçilər bunlar olsun. Bu təlimçiləri Bakıdan biz dəvət edirik. Onlara imkan yaradırıq. Bugün regionlarımızda o təlimləri təşkil eləsin. Əsas məqsəd ondan ibarətdir ki, regionda da yüksək səviyyəli mütəxəssis hazırlığı həyata keçirsin və onlar da orada iş tapmaq imkanı əldə edir. Çünki bugün işə götürən üçün, istər Bakıda olan işə götürən üçün, istər regionda fəaliyyət göstərən işə götürən üçün əmək haqqı fərqi nə qədər olsa belə, əsas tələblərindən biri ondan ibarətdir ki, peşəkar olmalıdır. Əlbəttə. Yəni, çünki hər biri müəyyən dərəcədə sərmayə qoyurlar və hər biri o sərmayələrinin tez müddətdə, qısa müddətdə gəlirə çevrilməsində maraqlıdırlar və əlavə dəyər yaratmaqda maraqlıdırlar və bu baxımdan öz imkanları çərçivəsində belə cəlb edə biləcəkləri mütəxəssislərdən yüksək peşəkarlıq tələb edirlər və belə olduğu təqdirdə bunu təmin etmək üçün biz işə götürənin yanına gedirik ki, buyurun, biz bu təlimçiləri Bakıdan, digər zonalardan gətirməyə, həmin o şəraiti bu regionda da təşkil etməyə hazırıq. Yekunda bu mütəxəssislər həm rayonlardan Bakıya axının müəyyən qədər qarşısını almış olaq, həm də ki, regionlarda mütəxəssis qıtlığının problemini həll etmiş olar. Bəs həmin o regionlarda kursları bitirənlərin elə öz belə deyək, regionunda, öz rayonlarında iş tapması bununla bağlı bir statistika aparılırmı? Bəli, əlbəttə. Bu mütəmadi olaraq bizim regional məşğulluq filiallarımız tərəfindən statistik təhlillər aparılır və təqdim edilir. Amma fürsətdən elə istifadə edilir. Müəyyən problemlərimizi də qeyd etmək istərdim ki, bəzən yerli işə götürənlər bir sıra hallarda o peşəkar mütəxəssisləri cəlb edərkən, təlim keçmiş işçiləri cəlb edərkən, təlim keçməmişdən təlim keçmiş arasında bir fərq qoymurlar. Misal üçün, yaşa xidmətləri, ya xidmət obyektlərində bizim kursları 3 aylıq, 4 aylıq kursları bitirirlər, müəyyən peşə bacarıqlarına malik olurlar. Eyni zamanda gigiyena, etik qaydalar, davranış qaydaları haqqında müəyyən məlumatlar əldə edirlər. Və bir də birbaşa evdən işə götürənin yanına gedən işçilər vardır. Və bəzən bunu bizim məzunlarımız da qeyd edirlər ki, mən bu kursu qurtarmışam, mən artıq hansı şəraitdə hansı yeməyi necə bişirmək olar, onu daha peşəkarcasına bilirəm. Necə təqdim etmək olar, onu daha fərqli bilirəm. Amma buna baxmayaraq mənim əmək haqqımla digər yəni ev şəraitində bu prosesləri idarə biləcək işçi arasında heç bir fərq yoxdur. Və biz elə fürsətdən istifadə edib çağırış etmək istərdim. Həmin müəssisələrə müraciət etmək istərdim ki, ən azından belə hallarda fərq yoxdur. Bizim kursları bitirsin, fərq yoxdur. Dövlət peşə təhsili müəssisələrinin məzunları olsun və yaxud da digər təlim müəssisələrini bitirmiş, təlim keçmiş, müəyyən qədər sizin müəssisəvizə əlavə dəyər yarada biləcək
fərqlilik yaradacaq mütəxəssislərə fərqli bir dəyər verin. Əslində bu elə bir qədər əvvəl İradə xanımın dediyi məsələyə çox yaxındır zənnimcə. İşə ola bilərmi ki, bu kadrlar, bu vətəndaşlar, bu işçilər artıq iş prosesində öz qabiliyyətlərini nümayiş etdirdikdən sonra müəyyən bir maaş artımına ümid etsinlər, daha ədalətli olmazmı? Bu müstəsna deyil. İstisna etmirik ki, belə bir şey ola bilər. Amma sadəcə olaraq bugün bəzi hallarda fərq qoyulmalıdır təbii ki. Müəyyən qədər o fərqliliyi vətəndaş hiss etməlidir ki, nəyə görə mən vaxtımı burada sərf edirəm? Yəni nəyə görə mən vaxtımı təlimə ayırıram, nəyə qədər mən bunları öyrənirəm və bir sıra hallarda siz haqlısınız, İradə xanımla da haqlı razıyam ki, bu iş prosesində görsənməlidir. Lakin əfsuslar olsun ki, bir sıra hallarda bu proses uzun çəkir və vətəndaş da görəndə ki, heç bir fərqlilik yoxdur, heç bir dəyər fərqliliyi yoxdur. Bu zaman artıq ümumiyyətlə təlimin əhəmiyyəti haqqında sual verməyə başlayır. Bu çox yerlərdə elə bir proses var, vacib deyil peşə kurslarını orada keçən, yəni müəyyən işə götürəndən çox şey asılı olur, qiymət verməyi, onun görür ki, bəli istedadlıdır, işi daha çox görə bilər, amma bunu etmir, bunu elə o sizin çağırışınız, elə mənə elə gəlir ki, bütün idarə müdürlərinə bu aiddir. Çox düz. Mən istərdim ki, bir də müasir dövrü nəzərə alaraq, siz əslində ötəri olaraq məsələyə toxundunuz. Yüksək texnologiyalar, süni intellekt və daim tez-tez dəyişən tələblər, əmək bazarının tələbləri, bunlar nə dərəcədə nəzərə alınır və kursların belə deyək, peşələrin seçimində, bu kurslarda tədris olunan peşələrin seçimində və biz nə dərəcədə çevik bu tələblərə uyğunlaşa bilirik? Təbii ki, siz əslində bunun dolayısıyla cavabını verdiniz ki, biz əmək bazarına uyğun olaraq bunları edirik. Əmək bazarında da heç də o demək deyil ki, süni intellekti tələb etsinlər, yüksək texnologiya tələb etsinlər, başqa tələblər də ola bilər. Amma yenə də bunlar nəzərə alınırmı? Bilirsiniz, çox düzgün buyurursunuz ki, bugün bəli, beynəlxalq maliyyə qurumlarında verdiyi hesabatlarda artıq süni intellekt bəzi hallarda elə formada təqdim olunur ki, hər birimiz artıq öz iş yerimizdən qorxmalı oluruq. Və süni intellekt hamını sanki əvəz edəcək bir sahəyə çevirir. Amma elə həmən o hesabatlarda növbəti 10 ildə, hətta 2050-yə qədər olan dövrə qədər artan peşələr sırasında birinci yeri müəllimlik tutur. Yəni, nə qədər də biz süni intellekt, süni zəkadan danışırıqsa, demək ki, o süni intellekti yaradan biləcək mütəxəssislərdə yetişən müəllimlər lazımdır. Və bu proses onu göstərir ki, hələ də bacarıqlı əllərə müəyyən müddət hələ də əvəz olunmayacaq. Və hətta süni zəka nə dərəcədə bizim iş mühitimizi zəbt eləsələr də, həmin o süni zəkanın özünün idarə edilməsi üçün də müəyyən qədər insan resursuna ehtiyac olacaqdır. Və biz əlbəttə bu cür kursların da, bəli, etiraf etməliyəm ki, hələ ki, biz bir çox ölkələr kimi heç də sənayimizdə tam avtomatlaşdırma, tam robotlaşma prosesini keçməmişik. Yəni, əmək bazarında bu güclü tələbat hiss olunmur. Hələ ki, müəyyən qədər, bəli, əvvəlki illərə nisbətən irəliləyiş vardır, tələbat vardır və bu tələbata uyğun olaraq da biz kursları hazırlayırıq, təşkil edirik və amma həmin kurslarda iştirak eləyə biləcək vətəndaşlarımız da spesifik olmalıdır və biz bugün misal üçün daha çox universitetlərlə çalışırıq, ali məktəblərlə çalışırıq, orta ixtisas müəssisələrlə çalışırıq. Nə mənada? Çünki məzunlar bir müddət sonra əgər öz sahələri üzrə bilik və bacarığını tətbiq eləmirlərsə, o biliklər köynəlir və unudulur. Və yaxud da ki, müəyyən obyektiv səbəblərə görə kişi məzunlarımız bizim hərbi xidmət keçirlər, onlar bir il ərzində ən azından bu vərdişlərdən müəyyən qədər uzaq qalırlar, xanımlarımız ailə həyatı qururlar və yaxud da ki, başqa işlərdə məşğul olurlar və yenidən öz sahələrinə qayıtdıqda onlar artıq o sahənin tamamilə fərqli olduğunu müşahidə edirlər və biz yenidən həmən
sahələr üzrə kadr hazırlığını həyata keçirmək üçün universitetləri cəlb edirik bu proseslərə, digər təlim müəssisələrini də cəlb edə bilirik və qeyd etdiyim ehtiyac olaraq bugün məsəl üçün data analitika, robotika sahəsi üzrə, kiber təhlükəsizlik üzrə mütəxəssislərin hazırlanmasında bizə bugün çox böyük ehtiyac vardır və hətta biz bir sıra dövlət qurumları ilə birlikdə məhz Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi peşə hazırlıq kurslarının alətindən istifadə edərək təlimlər təşkil edərək yüksək səviyyəli mütəxəssislərin hazırlanmasını həyata keçirməyə başlamışıq. Çox gözəl. İradə xanım, və bir vacib məsələni də istəyirdim sizin münasibətinizi öyrənim bu məsələyə və Namiq müəllim lazım bilsə öz əlavəsini edər bununla bağlı. Həssas qrupların bu peşə kurslarına çıxışı imkanları, bunu necə qiymətləndirirsiniz? Əlilliyi olan şəxslər, elə həmin o uzun müddət işsiz qalan şəxslər, bu şəxslərin peşə kurslarına cəlb edilməsi sizcə hansı səviyyədədir? Qane edicidirmi? Deməli, orada qeyd etdiniz, həssas qruplar əlbəttə ki, çoxdur. Yəni ki, burada var həm artıq elə bir ki, biraz yaşı çoxdur, işdən bunu çıxardılar və hər yerdə bilirsiniz, axtarırlar daha gəncləri, söhbət yoxdur. Amma bu insanda yaşamalıdır. Əlbəttə. Ona görə, bax, o insanlar, deyək ki, ali təhsillidir, mən qeyd elədim, onlar ikinci peşənin öyrənmə prosesini mən bilirəm ki, məhdudiyyət yoxdur o peşələrin öyrənilməsində. Əlilliyi olan şəxslərin, deyək ki, bax, burada bizim daha çox müzakirələrimiz gedir. Çünki burada əlilliyi olan şəxslər peşəyə yazıla bilirlər. Onlar da orada iştirak edə bilərlər. Sadəcə sonrası var bunun və sonra bunların işinə təmin olunması problemi yaşanır. Deyək ki, işə götürənlə və burada indi həm Məşğulluq Agentliyinin, həm də o vətəndaşın arasında ola bilsin ki, bax, bu problem yaşanır. Məsələ də nədir? Deyək, var. Elə əlilliyi olan şəxslər var ki, onlar işlə təmin olunub, özdə mən bilirəm, ali təhsil ocaqlarında da olubdur ki, onlar işlə təmin olunub. Bu, belə götürək ki, bu azdır da, 5, 6, 7, bax bunlar. Mənim düzdür, o sahədə biraz həmişə təklifim olur ki, vaxtıyla belə bir şey var idi ki, gözdən əlil insanlar, deyək ki, bir fabrik var idi, bilirsiniz, orada Monçində, deyək ki, Nərimanovda. Orada onlar hər bir şey düzəldirdilər, sancaqdan tutmuş və s. Və o, təsəvvür edin ki, bir nə qədər insan artıq işlə təmin olunurdu. O, sonra dayandırıldı, Sovet dönəmindən sonra dayandırıldı və s. Amma nədən biz belə bir şeylərə getməyək? Çünki olmasın böyük bir fabrik olsun, müəyyən mərkəzlər, müəyyən sexlər olsun və burada da işə götürənlər də var, işi təşkil edənlər də var. Sadəcə bir anlaşma getməlidir, dəstək olmalıdır və bu proses eləmək olar və orada o dediyiniz ki, o problemlər yaşanır, əlilliyi olan şəxslərdir, lap o dedim ikinci kateqoriya deyək ki, insanlar artıq yaşı, yaxud da gənclərimiz var, deyək ki, internatdan çıxıb, amma problem yaşayır, deyək ki, yəni çoxdur o məsələlərdə. Bunlara biz deyəsən getmək lazımdır, mən belə hesab edirəm və yaxşı bir nəticə burada əldə eləmək olar. Düzdür, burada vətəndaş cəmiyyətin yenə də rolu vacibdir və bunu həmişə mən deyirəm, hər bir Əmək Sosial Müdafiəsi Nazirliyində də mən həmişə deyirəm, hər bir agentlik qeyri-hökumət təşkilatları ilə müəyyən istər layihə çərçivəsində, çünki siz bilirsiniz, agentliyə verilir bizim qeyri-hökumət təşkilatlarına, dövlət dəstəyi agentliyinə layihələr verilir, amma bu bir pəncərə kimi sosial da öz tərəfindən gərək məsələləri qoya, o tələbləri qoya. Çünki bu günləri, əgər inanın ki, o maarifləndirmə işlər daha geniş qeyri-hökumət təşkilatları tərəfindən getsə, onlar nə qədər dəstək olacaq həm agentliyə, orada müəyyən monitorinqlər, ya gələcək onun nəticəsi nədir, onu təsəvvür edin ki, bunu ictimai birliklər bunu etsə, inanın ki, biz haradasa 40-50% artıq bir nailiyyətlərimiz olacaqdır. Əslində, İradə xanım, mən bununla bağlı həm sizə, həm də Namiq müəllimə, sonuncu artıq vaxtımız təəssüf ki, sona yaxınlaşıb, hər ikinizə istəyirəm bununla bağlı sual ünvanlayayım. Bax, bu istiqamətdə əmək bazarının peşəkar kadrlarla təchiz edilməsi məsələsində, peşə kurslarının genişləndirilməsi, peşə kurslarının müasir tələblərə cavab verməsi istiqamətində sizcə dövlətin
özəl biznesin və vətəndaş cəmiyyətinin rolu nədən ibarətdir və onların əməkdaşlığı hansı səviyyədə ola bilər? Siz, yəni vətəndaş cəmiyyətindən ən azından bax, İradə xanımdan gözləntiniz nədir? Çox düzgün buyurursunuz ki, bu üçlük ümumiyyətlə, bu üçbucaq deyək və burada vətəndaş rolunun çox böyük rolu vardır. Birinci növbədə maarifləndirmə məsələsində, daha sonra bizim də nöqsanlarımızın, bizim də təkmil olmalı olan sahələrimizin təqdim edilməsində çox böyük rollar var. Çünki kənardan bu proses daha fərqli görünə bilər və fərqli bir baxışın da bu prosesdə olması çox önəmlidir. Əlbəttə. Ona görə vətəndaş cəmiyyətinin mövqeyi, vətəndaş cəmiyyətinin baxışı bizim üçün dövlət qurumu olaraq çox önəmlidir. Ona görə həm maarifləndirmə, həm təbliğatda onların rolu necə irəlidə olmalıdırsa, eləcə də tənqiddə də, eləcə də təkliflərdə də, eləcə də bizim fəaliyyətimizin təkmilləşdirilməsində də onların mövqeyi nəzərə alınmalıdır. Çünki onlar istər-istəməz həm vətəndaşla dövlət arasında bir körpü rolunu oynayırlar və həm dövlətdə baş verən prosesləri, dövlət qurumlarında baş verən prosesləri vətəndaşa çatdırırlar. Eyni zamanda vətəndaşın gözləntilərini də dövlət qurumuna çatdırırlar. Bu baxımdan əlbəttə ki, vətəndaş cəmiyyəti, vətəndaş institutunun inkişaf etdirilməsi çox önəmlidir bizim üçün. İradə xanım, sizin gözləntiniz nədir? Bax, dövlət qurumundan, bu halda Dövlət Məşğulluq Agentliyindən və özəl sektordan həmçinin təbii ki, və bu üçlüyün Namiq müəllimin dediyi kimi əməkdaşlığını necə daha da effektiv eləmək olar, necə daha da gücləndirmək olar? Mən deyim ki, indi o deyil ki, mən orada ictimai şuradayım, amma belə müqayisə edirik və biz də ictimai birliklər danışırıq. Əmək Halinin Sosial Müdafiəsi Nazirliyində biz buna açığıq. Yəni biz gedirik. Sadəcə olur. Mən həmişə də deyirəm ki, gördünüz, özəl sektorla işə götürənlə həmişə danışıqlar gedir. Çox gözəl. Amma biz bu danışıqlarda istəyirik ki, öz dəstəyimizi də burada göstərə bilək. Yəni danışıqlar iki tərəfli yox, üç tərəfli olsun. Bəli, özəl sektorunda biz artıq indi azdan çoxdan bilirik ki, harada nələr ola bilər, hansı problem və nəyə biz dəstək göstərə bilərik. Mən sadəcə demək istəyirəm ki, dövlətimiz bugün müəyyən lazımi işlər, addımlar atılıbdır. Biz onu heç bir vaxt inkar eləmirik. Amma bu üçlüklər əgər olsa, təsəvvür edin ki, bugün həm dövlət başçısı verdiyi o sərəncamlar, həm dövlət qurumları görəcək ki, ictimai birliklər, mən mütəxəssis ictimai birliklərdən də danışıram, mən demirəm ümumi, hər sahə üzrə öz mütəxəssisləri var. Və bunlarla bir yerdə, bax, bu əməkdaşlığı, bu üç bucağı qura bilsələr, mən elə düşünürəm ki, yenə də deyirəm, irəliləyiş daha çox olacaqdır. Əminim ki, bu irəliləyiş daha çox olacaq. Mən hər ikinizə bir daha təşəkkür edirəm və uğurlar arzulayıram bu vacib işdə sizə. Bir daha xatırladaq ki, biz bugün peşə hazırlığı kursları haqqında danışdıq və bizim bugünkü qonaqlarımız vətəndaşların sosial rifahı naminə İctimai Birliyinin sədri İradə Rizazadə və Dövlət Məşğulluq Agentliyinin Peşə Hazırlığı Departamentinin müdiri Namiq Məmmədov idi. Müzakirəmiz də burada yekunlaşır. Sağ olun, sağlıqla qalın.